Əlağa Kürçaylı'nın Vətən şeirinə baxaq. Deməli, şeir lirik növdədir. Lirik növlə bəndlər şəklində yazılıbdır. 6 bənddir. Dördlük şəklindədir. Baxırıq misralarına. Dördlük şəklindədir. Qafiyə quruluşu isə çarpazdır. Yəni A, B, A, B, A, B. Baxın. Deməli, budaq, otaq bir qafiyələnir. Meşələr, güşələr isə bir qafiyələnir. Ona görə deyəcək ki, çarpazdır. Elə digər bəndlərdə də çarpaz qafiyədən istifadə olunubdur. Şeirin mövzusu vətən mövzusunda yazılıbdır şeir. İdeyası isə vətənə olan sevgi. Vətən olduqca səxavətlidir. Vətən insana deməli, təkcə sadə bir həyat vermir, onu digər nemətlərlə də təmin edir kimi ideyalardan istifadə edə bilərik. Şeirdə də görürük ki, vətən deməli səxavətlidir, insan bütün nemətlərlə də təmin eləyir. İndi şeirə baxaq. Mən səndən bir yaşıl budaq istədim, mən səndən bir yaşıl budaq istədim. Sənsə mənə bəxş etdin zümrüd meşələr. Deməli, mən sadəcə olaraq kiçik bir budaq istəyirəm. Sənsə mənə zümrüd meşələr verdin. Yəni, çox deməli, istədiyi sadə bir şeydir, amma vətənin ona təqdim etdiyi böyük bir, deyək ki, zümrüd meşələrdir. Mən səndən kiçik bir otaq istədim, yəni sadə bir həyat istədim, sadə bir həyat. Sənsə mənə bəxş etdin dilbər güşələr. Sənsə mənə, yəni zəngin bir həyat bəxş etdin. Yəni zəngin bir yaşayış bəxş etdin. Mən səndən adicə bir həyat istədim, yəni gündəlik bir həyat istəyibdir. Sənsə məni çıxardın min səhərə. Mən səndən kiçik bir həyat istəmişəm, amma sən məni min səhərə çıxartmısan. Deməli, yeni ümidlər vermisən, min səhərə çıxarmısan. Yəni, mənə yeni ümidlər vermisən. Mən səndən kiçik bir qanat istədim, sənsə məni uçurdun ənginliklərə. Mən səndən adicə bir qanat istədim, sənsə məni ənginlərə uçurdun, ənginliklərə uçurdun. Yəni, mənə geniş imkanlar bəxş etdin, geniş imkanlar. Yəni, sonra mən səndən bir dəstə çiçək istədim. Sadəcə olaraq bir dəstə çiçək istədim. Yəni, kiçik bir sevinç, dəstə çiçək deyəndə burada yəni sevinç. Mənim üçün sən deyir 4 fəsli yaz elədin. Sənsə deyir mənim üçün 4 fəsli yaz elədin. Yəni sən mənə çox böyük bir sevinç bəxş etdin. Mən səndən ilhamlı bir ürək istədim, yəni kiçik bir yaradıcılıq istədim. Sən mənə təb verdin milyon ürəkdən. Sənsə deyir mənə saysız, deməli, sevgi və ilham verdin. Yəni milyon ürəkdən mənə sevgi və ilham verdin. Mən səndən kiçik bir sevinç istədim. Mən səndən kiçik bir sevinç istədim, yəni sadə bir xoşbəxtlik istədim. Sən mənə bəxş etdin bütöv saadət. Sənsə deyir məni tam şəkildə bir xoşbəxt etdin. Mən səndən bir parça bürüncü istədim. Yəni kiçik bir maddiyyat istədim də. Sən mənə deyir bəxş etdin xəzinə dövlət. Kiçik bir maddiyyat istəmişəm, sən mənə isə böyük bir xəzinə dövlət bəxş etmisən. Mən səndən istədim açıq bir alın. Yəni hörmət də, yəni mən səndən deyir hörmət istədim. Sən mənə bəxş etdin əzəmət, vüqar. Yəni yüksək dəyər, yüksək hörmət mənə deyir bəxş etdin sən. Mən də başı açıq, ayağı yalın, yolunda can qoysam yenə az olar. Mən də deyir sənin yolunda başı açıq, yəni sadə bir canımla yolunda deyir canını qoysam yenə az olar. Yəni sadə bir canımla sənin yolunda özümü qurban eləsəm, sənin yolunda can qoysam, sənin yolunda özümü qurban eləsəm, fəda eləsəm yenə də az olar deyir. Sən deyir bu səxavətin qarşısında, vətənin bu səxavətin qarşısında mənim canımı verməyim belə az olar. Bəlkə buna görə deyir əzəmətlisən, yəni qüdrətlisən, nəyin var vermisən əsirgəmədən. Yəni olduqca əli açıqsan. Sən bir ana kimi vətəni anaya bənzədir. Sən bir ana kimi səxavətlisən. Anam Azərbaycan, vətən, can, vətən. Vətəni necə adlandırır? Səxavətli. Çünki bütün varını, dövlətini əsirgəmədən öz vətəndaşlarının yolunda verir. Ona görə olduqca səxavətlə adlandırılır və bir anaya bərabər tutulur.